Dünən Heydər Əliyev mərkəzində Akinak filminin möhtəşəm premyerası baş tutub. Film 1 may tarixindən etibarən ölkə kinoteatrlarında nümayiş olunacaq. Ekran işində bir çox istedadlı aktyorlar rol alıb. Onların sırasında Azərbaycanın əməkdar artisti Həcər Ağayeva da yer alır. O istər seriallarda, istər teatr səhnəsində, istərsə də kinoda nümayiş etdirdiyi yüksək aktyorluq məharəti ilə hər zaman seçilib. Türkiye'de Star TV ekranlarında yayımlanan Sevdiyim Sənsən serialında birlikdə rol alan Aytaç Şaşmaz və Helen Kandəmir barədə yeni iddia gündəmə gəlib. Serialda sevgili obrazlarını canlandıran cütlüyün çəkiliş meydançasında başlayan dostluğu zamanla romantik münasibətə çevrilib. Yeni başlayan münasibəti cəmiyyətdən uzaq saxlamağa çalışan cütlük çəkilişlərdən kənarda birlikdə görünməməyə diqqət edir.